Bugün deyərdim yarmarkanın ən maraqlı, ən əyləncəli və şən günü keçdi. Bayramdır deyə yağışın altında yallı gedən kim, əylənən kim, gülən kim. Mən isə əlbəttə ki, yemək ilə məşğul idim. İlk yaxınlaşdığımız American Mexican adlı stend oldu. Burada çox dadlı quesadillas və toyuq qanadları verilir. Tərəvəzli 5, göbələkli 6, toyuqlu 7, qarışıq 8, mal əti ilə olan isə 9 manat idi, hansı ki məhz ondan sifariş etdim və olduqca ləzzətli idi. Yanında xüsusi sos ilə verilmişdi. Qanadlardan isə sweet chili qanadları seçdim. Qiyməti 5 manat idi. Kifayət qədər doyumlu və ləzzətli idi. Ən bəyəndiyim özəlliyi də oldu ki, içi tam bişmişdi. Növbəti yaxınlaşdığımız stend isə noodle bakı oldu. Əlbəttə ki, yarmarkanı noodlesuz təsəvvür etmək mümkün deyil. Vegetarian 6, toyuqlu və yaxud da göbələkli 7, qarışıq, yəni toyuqlu göbələkli isə 8 manatdır. Biz həm vegetarian, həm də qarışıq seçmişdik. Yağışlı, soyuq havada isti qaynar noodle o qədər ləzzət elədi ki, əgər doymaq üçün bura gəlsəniz, mütləq noodle sınayın, çünki çox doyumludur. Son olaraq isə əlbəttə ki, mənim çox sevdiyim çubuq stendinə yaxınlaşdıq. Bunların qiyməti isə cəmi 4 manatdır. Yanında ketçup, mayonez və yaxud da pendirli sos ilə seçə bilərsiniz. Üzəri xırçıltılıdır, içi isə çox yumuşaqdır. Mən pendirli sos ilə seçdim və bir-birinə çox yaraşırdılar. Bütün izləyicilərimi Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.